Bu il, yəni 2026-cı ildə Azərbaycanda kişilərlə qadınların pensiya yaşı bərabərləşəcək. 2026-cı il iyun ayının 30-una kimi, yəni 30-u da daxil olmaqla yaşı tamam olan qadınlar 64 yaş yarımında pensiyaya çıxa biləcəklər. Amma iyul ayının 1-dən etibarən, iyul ayının 1-i də daxil olmaqla və ondan sonra 65 yaş tamam olan qadınlar pensiya yaşlı hesab olunacaq. Beləliklə, 2026-cı il iyul ayının 1-də Azərbaycanda kişilərlə qadınların pensiya yaşı 65 yaşa bərabər olacaq və bərabərləşəcək. Bu vaxta kimi kapitalında sığorta pulu ödəyən, kapitalında pul olan şəxslər, yəni qadınlar əmək pensiyası ala biləcək. Amma hesabında pul olmayan, yəni indiyənə kimi məcburi dövlət sosial sığorta pulu ödəməyən qadınlar pensiya yox, yaşa görə müavinət alacaqlar. Bu da 220 manatdır. Amma dediyim kimi kapitalında pul olanlar 220 manatdan yuxarı pul alacaqlar. Bu da ki əmək pensiyası hesab olunacaq.